Müqəddəs Qurani-Kərimin daha bir möcüzəsini sizinlə paylaşmaq istəyirəm. 53-cü surəyə diqqətinizi çəkirəm. Ən-Nəcm surəsi. Mənası ulduz deməkdir. Bu incə ayrıntını hələ ki yadınızda saxlamağınızı istəyirəm. Deməli, Qurani-Kərimin 53-cü surəsinin 49-cu ayəsində Allah buyurur ki, Siriusun da Rəbbi odur, yəni Allahdır. İlk dəfə Qurani-Kərimdə ulduzun adı bu ayədə çəkilir. İndi isə 53-cü surənin 1-ci ayəsinə qayıdaq. Allah buyurur, and olsun batmaqda olan ulduza. Diqqət edin, ulduz sözü 1-ci ayədə keçir. İndi isə gəlin 32-ci ayəyə baxaq. Gördüyünüz kimi bu ayədə torpaq sözü, yəni yer sözü var. İndi isə baxın qardaşlar, 1-ci ayədəki ulduz sözü ilə 32-ci ayədəki torpaq yer sözünü bir-birindən tam olaraq 861 hərf ayırır. Deyə bilərsiniz ki, hə, nə olsun axı, burada nə var ki? O zaman davamını izləyin. Gəlin Google-dan Sirius ulduzu ilə yer kürəsinin təxmini məsafəsini öyrənək. Və Sübhanallah, biz görürük ki, Sirius ulduzunun yer kürəsindən uzaqlığı da tam olaraq 8,611 işıq ilidir. Sübhanallah, yerləri və göyləri yoxdan var edən Allaha həmd olsun.